Salam əziz şagirdlər, bugün Azərbaycan tarixindən 4-cü mövzumuzu keçəcək. Dərsimizin adı isə Azərbaycan eramızdan əvvəl 7-4-cü əsrlərdə adlanır. Və biz bugünkü dərsimizdə 3 dövlət haqqında danışacağıq. İskit, Midiya və Əhəməni dövlətləri haqqında. İndi isə keçək dərsimizin izahına. Azərbaycanın qədim tarixində Kimmer, İskit və Sak tayfaları çox mühüm rol oynamışdılar. Cəngavər İskit tayfalarının tarix səhnəsinə çıxması yaxın şərq xalqlarının həyatında mühüm dönüş nöqtəsi yaratdı. Onların fəaliyyəti Ön Asiyada, o cümlədən də Azərbaycanda qüvvələr nisbətinin dəyişməsinə, bir sıra imperiyaların parçalanmasına və yenilərinin yaranmasına gətirib çıxartdı. Özlərində yeni silahlar, yeni döyüş üsulları, yeni mədəniyyət gətirmiş bu tayfalar bir sıra tarixi mənbələrdə müxtəlif adlarla tanınsa da son kökü etibarilə qədim türk xalqı idilər. İskitlər köçəri xalq olmuşdular və əvvəlcə Asiyada yaşayırlar. Lakin onlar burada Massagetlər tərəfindən sıxışdırıldıqdan sonra Raha çayını keçərək Qaradənizin şimal sahilində məskunlaşmağa başladılar. Onu da qeyd edib ki, Raha çayı Volqa çayının qədim adlarından biridir. Volqa çayının qədim adlarından biri də İdil adlanırdı. Onu da növbəti dərslərimizdə keçəndə görəcəksiniz. Və İskitlər dedik ki, onlar Qaradənizin şimal sahillərinə gəldilər və Kimmerlərin qoşulunda yaşadılar. Eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Qafqaz və Ön Asiya istiqamətində yürüşə birinci Kimmerlər başlamışdılar və Kimmer tayfa birliyinin başçısı Tuqdame idi. Kimmer tayfa birliyinin başçısı Tuqdame idi. Tuqdame. Kimmerlərdən az sonra İskitlər də Qafqaz və Ön Asiya istiqamətində yürüşlərə başladılar və İskitlər Xəzər sahili boyunca cənuba doğru hərəkət edərək Dərbət keçidini keçərək oradan Cənubi Qafqaza və Azərbaycana daxil oldular və İskit tayfa birliyinin başçısı isə İşbakay idi. İskit tayfa birliyinin başçısı isə qısa yazıda İşbakay idi. İşbakay. Kimmer tayfa birliyinin başçısı Tuqdame, İskit tayfa birliyinin başçısı isə İşbakay idi. Kür və Araz çayları arasında məskunlaşan həmin bu İskitlər buradakı Alban, Kaspi və Utu tayfalarını öz ətraflarında birləşdirdi və beləliklə eramızdan əvvəl 7-ci əsrin birinci yarısında Kür və Araz çayları arasındakı ərazidən Urmiya gölünün şimal-qərbinə qədər uzanan torpaqlarda İskit dövləti yarandı. Qısa yazıdan Kür və Araz çayları arasındakı ərazidən Urmiya gölünün şimal-qərbinə qədər uzanan ərazidə İskit dövləti yarandı. Və dövlətin də əsasını İşbakay qoymuşdu. Və öz dövlətini həmin bu tayfalar hesabına çoxaldan İşbakay yeni yürüşlərə başladı və Araz çayını keçərək cənuba doğru hərəkət etdi və burada Mannalı soydaşları tərəfindən yaxşı qəbul edildi və onlar arasında da dostluq münasibətləri yarandı. Və Manna hökmdarı Aşeri dərhal İskit hökmdarı İşbakay ilə müqavilə bağladı. Manna hökmdarı Aşeri İskitlərlə müqavilə bağladı və İskitlər də Manna ərazisindən Assuriyaya hücum etməyə başladılar və cəngavər bilir ki, İskitlər köçəri xalq olduğuna görə döyüşlərini at belində aparırdılar və ona görə də yaxın şərq xalqları da əvvəlki dərslərimizdə qeyd etmişik. Yaxın şərq xalqları da əsasən piyada döyüşməyə üstünü verdiklərinə görə həmin bu İskitlərin süvari qoşunu qarşısını ala bilmirdi. Eləcə də Assurlar da həmin bu döyüşkən İskitlərin hücumlarının qarşısını almaqda aciz qaldı və məğlub olub geri çəkildi və Assuriyanın geri çəkilməsi ona tabi olan dövlətlərdə, xalqlarda üsyanlara səbəb oldu. Onu da qeyd edək ki, İskitlər Aşur mənbələrində İşquzlar adlanırdı. Və Assurların məğlubiyyəti qeyd etdiyimiz kimi ona tabi olan dövlətlərdə, xalqlarda üsyanlara səbəb oldu və Midiyada da Assurlara qarşı üsyanlar baş verdi. Və bu zaman Assur hökmdarı Aşurbanipal bu məğlubiyyətin, uğursuzluğun qarşısını almaq üçün İskitlərlə müqavilə bağlamaq qərarına gəldi. Və ona görə o İskit hökmdarına qiymətli hədiyyələr göndərərək onun bir tərəfindən nail oldu. Və İşbakayın ölümü isə Assuriyanı darmadağın olmaqdan xilas etdi. Yoxsa
İşbakay sağ olsaydı, demək olar ki, elə Assuriya dövlətini İskitlər dağıdacaqdı və İşbakay öldüyünə görə Assuriyada darmadağın olmaqdan xilas oldu. Bundan sonra eramızdan əvvəl 590-cı ildə həmin bu cəngavər, döyüşkən İskit dövləti Midiya dövləti tərəfindən süquta uğradıldı. Deməli, İskit dövləti yarandı eramızdan əvvəl 7-ci əsrin birinci yarısında, dağıldı isə 590-cı ildə Midiya tərəfindən. 590-cı ildə Midiya tərəfindən 3 dövlət dağılmışdı. Birincisi İskit, daha sonra isə Manna və Urartu dövlətləri. İndi isə gələrək Midiya dövləti haqqında danışaq. Əvvəlcə onu qeyd edək ki, Midiya Mannadan cənub-şərqdə yerləşirdi və Midiyalar haqqında ilk məlumat eramızdan əvvəl 9-cu əsrdə Assuriya mixi-yazılı mənbələrində qeyd edilmişdi və Assurlar bu ölkəni Maday, Matay və Amaday adlandırırdılar. Maday, Matay və Amaday. Eramızdan əvvəl 9-cu əsrdə Midiyada meydana gələn bir sıra kiçik vilayət hakimləri Assuriyadan asılı vəziyyətə düşdülər. Lakin eramızdan əvvəl 7-ci əsrin əvvəllərində həmin bu İskitlərin Assurları məğlubiyyətə uğratması Assurlara tabi olan xalqlarda üsyanlara səbəb oldu və o üsyanlardan biri də Midiyada baş verdi. Və Midiyada baş verən bu üsyana Kaştariti başçılıq edirdi. Kaştariti başçılıq edirdi. Eramızdan əvvəl 673-cü ildə Midiyada Assurlara qarşı üsyan baş verdi və hətta Manna hökmdarı Aşeri və İskit hökmdarı İşbakay da həmin bu Midiyalılara kömək edirdi bu üsyanda. Və nəticədə eramızdan əvvəl 672-ci ildə Frauta Kaştaritinin başçılığı ilə bu üsyan qalib gəldi və Midiyalılar tamamilə Assurların əsarətinə çıxdılar və eramızdan əvvəl 672-ci ildə Midiya dövləti yaradıldı. Midiya dövləti yarandı. Bu dövlət eramızdan əvvəl 550-ci ilə qədər mövcud olmuşdur. 672-ci ildən 550-ci ilə qədər mövcud olmuşdur. Midiya dövlətinin paytaxtı Ekbatan şəhəridir. Ekbatan, bugünkü Həmədan şəhəri. Həmədan. Dövlətin əsasını isə Kaştariti qoymuşdur. Lakin eramızdan əvvəl 653-cü ildə İskitlər Midiyalıların üzərinə hücum edərək Frauta Kaştaritini öldürdülər və Midiya 28 il İskitlərin əsarəti altına düşdü. Deməli, Frauta Kaştaritinin hakimiyyətləri eramızdan əvvəl 672-653-cü illərdir. Eramızdan əvvəl 653-cü ildə bu dövlət İskitlərin əsarəti altına düşdü və Herodotun məlumatına görə 28 il Midiyalılar İskitlərin əsarəti altına qalmışlar. Yəni, eramızdan əvvəl 653-dən 625-ci ilə qədər. Midiyalılar İskitlərin hakimiyyəti altında qalsalar da öz müstəqillərini itirmədilər və eramızdan əvvəl 625-ci ildə Midiyada İskit ağalığına Kiaksar son qoydu. Kiaksar. Midiyanın ikinci hökmdarı Kiaksar son qoydu. Kiaksar 40 il hakimiyyətdə olmuşdu. Hakimiyyət illəri eramızdan əvvəl 625-585-ci illərdir. 625-585-ci illərdə Kiaksar hakimiyyətdə olmuşdu. Kiaksar Midiyada İskit ağalığına son qoydu və Kiaksar hərbi islahat həyata keçirdi. İslahat sözünün mənası ictimai həyatın hər hansı bir sahəsinə edilən dəyişikliyə deyilir. İslahat. İctimai həyatın hər hansı bir sahəsinə edilən dəyişikliyə islahat deyilir və Kiaksarın islahatı, hərbi islahatı. Hərbi islahatı. Birincisi Kiaksar nizami ordu yaratdı. Nizami ordu yaratdı. İkincisi süvariləri piyadalardan ayırdı. Və üçüncüsü ordunu nizəçi və oxçu dəstələrinə böldü. Bu Kiaksarın hərbi islahatıdır. Birincisi nizamı, güclü, möhkəmləndirilmiş nizami ordu yaratdı. Süvariləri piyadalardan ayırdı və ordunu nizəçi və oxçu dəstələrinə böldü. Və az sonra Midiya dövləti, Kiaksarın başçılığı Midiya dövləti Babil dövləti ilə birləşərək Assuriyanın üzərinə hücuma keçdilər və eramızdan əvvəl 616-612-ci ildə Midiyada Babil qoşunları Assuriyaya hücum etdilər və paytaxt Ninevanı tutub dağıtdılar və
eramızdan əvvəl 605-ci ildə, eramızdan əvvəl 605-ci ildə Assuriya dövləti dağıldı və onun torpaqları həmin bu iki dənə müttəfiq olan Midiya və Babilistan arasında bölüşdürüldü. Midiya və Babilistan arasında bölüşdürüldü. Sonra və bundan sonra Midiya dövləti güclü bir imperiyaya çevrildi. Sonra Kiaksarın ölümündən sonra hakimiyyətə Astiaq gəldi. Astiaq Midiyanın sonuncu hökmdarıdır. 3 dənə hökmdarı var idi Midiya dövlətinin. Kaştariti, Kiaksar və Astiaq. Kaştaritin hakimiyyət illəri eramızdan əvvəl 672-653, 653-625-ci ildə 28 il İskitlərin əsarəti altında qaldı. 625-585 Kiaksarın hakimiyyət illəri, eramızdan əvvəl 585-550 isə Astiaqın hakimiyyət illəridir. Eramızdan əvvəl 585-550. Astiaqın hakimiyyəti dövründə artıq Midiyanın işğalları tamamilə demək olar ki dayandı. Çünki Astiaq və həmin bu işğalların dayanması həm əyanların, həm də ki döyüşçülərin narazılığına səbəb oldu. Çünki onlar ələ keçirilmiş, döyüşlərdə ələ keçirilmiş qənimətlər hesabına yaşayırdılar. Və hətta Astiaq yeni yaranmış Zərdüşt dini kahinləri olan Maqlarla yaxınlaşırdı. Və həmin bu dini təlim də aşağı təbəqəli, yəni Zərdüşt dini aşağı təbəqəli mənafeyini müdafiə etdiyinə görə yerli əhali arasında da sürətlə yayılmağa başladı. Və həmin bu dini, Zərdüşt dinini həmin o əyanlar özləri üçün təhlükə hesab edirdilər. Çünki var dövlətləri əllərinə çıxa bilərdilər. Və Astiaqın hakimiyyəti uzandıqca əyanlarla hökmdar arasında münasibətlər demək olar ki ziddiyyətlər artmağa başladı. Və həmin o əyanlar və döyüşçülər Astiaqa qarşı açıq şəkildə çıxış edə bilmədiklərinə görə onlar Astiaqın nəvəsi 2-ci Kir vasitəsilə Astiaqı devirməyə qərar aldılar. Və 2-ci Kir isə Astiaqın qızı Mandananın oğlu idi. Mandananın oğlu. Astiaqın qızı Mandananın oğlu. Mandananın oğlu idi. Mandananın oğlu 2-ci Kir. Astiaqın nəvəsidir. Və Astiaq öz qızı Mandananı Fars vilayətinin hökmdarı Əhəmənə ərə vermişdi. Bu da o ümumi tarixdə geniş keçəcək yuxum məsələsinə görə idi. Və 2-ci Kir, Astiaqın nəvəsi 2-ci Kir eramızdan əvvəl 553-550-ci illərdə 3 il babasına qarşı mübarizə apardı və nəhayət eramızdan əvvəl 550-ci ildə paytaxt Ekbatan şəhərini tutdu, babasını devirdi və Midiya dövlətinin varlığına son qoydu və Midiyanın yerində yeni bir dövlət yaratdı. Bu dövlətin də adı oldu Əhəmənilər dövləti. Əhəmənilər dövləti. Və onu da qeyd edək ki, sonda həmin bu Midiya əyanlarının xəyanəti Midiya dövlətinin dağılmasına gətirib çıxartdı. Əhəmənilər dövləti də eramızdan əvvəl 550-330-cu illərdə mövcud olmuşdu. Əhəməni dövlətinin ilk hökmdarı isə 2-ci Kir olmuşdu. 2-ci Kirin hakimiyyət illəri eramızdan əvvəl 550-530-cu illərdir. 550-530-cu illər 2-ci Kirin hakimiyyəti illəridir. Bunlar haqqında, həm Midiya dövləti haqqında, həm də Əhəmənilər haqqında biz ümumi tarixdə daha geniş keçəcəyik. Onu qeyd edək ki, eramızdan əvvəl 530-cu ildə Arat çayından şimalda Massaget tayfaları yaşayırdı və 2-ci Kir Massaget hökmdarı Tomris tərəfindən məğlub edilərək öldürüldü. Məğlub edilərək öldürüldü və bundan sonra Əhəməni dövlətinin tərkibində Azərbaycan da yerləşirdi. Çünki 1-ci Dara Azərbaycanın şimal torpaqlarını özünə tabe etmişdi və Əhəmənilər sadəcə vergi almaqla kifayətlənirdilər. Və ona görə də əhalinin daxili işlərinə, adət-ənənələrinə qarışmırlar. Sadəcə vergi almaqla kifayətlənirdilər. Və Əhəməni dövlətinin tərkibində Azərbaycan türk tayfaları da geniş iştirak edirdilər. Və onlar, hətta Əhəmənilər bu tayfaların güclü döyüşkən olduğunu gördüklərinə görə bütün müharibələrdə həmin o türk tayfalarından istifadə edirdilər. Və Əhəməni dövlətinin tərkibində yaşayan türk dilli köçərləri bir ümumi adı altında Sak adlandırırdılar, Əhəmənilər. Sak adlandırırdılar. Lakin eramızdan əvvəl 4-cü əsrin ikinci yarısında Əhəməni dövləti artıq zəifləməyə başladı və ölkədə sosial-iqtisadi vəziyyət getdikcə gərginləşirdi. Və belə bir zamanda Makedoniyalı İskəndər Əhəməni dövlətinə hücum etdi və Əhəmənilərlə Makedoniyalar arasında 3 dənə döyüş baş vermişdi. Qranik, İz, Qavqamela. 334-də Qranik, 333-də İz və eramızdan 331-ci ildə həllici döyüş olan Qavqamela döyüşü baş vermişdi. Bunlar haqqında ümumi tarixdə geniş keçəcək və Qavqamela döyüşü eramızdan əvvəl 331-ci ildə baş vermişdi. Qavqamela döyüşü. Bu döyüşün digər adı Cancal döyüşüdür. Cancal, indiki İraq ərazisində baş vermişdi. Və bu döyüşdə Makedoniyalı İskəndər sonuncu Əhəməni hökmdarı
3-cü Daranı məğlubiyyətə uğratdı və 3-cü Dara qaçdı getdi. Və bir ildən sonra eramızdan 330-cu ildə Makedoniya İskəndər Əhəməni imperiyasına son qoydu. Və Azərbaycan tayfaları Atropatın başçılığı ilə Əhəməni ordusunun tərkibində Makedoniyaya qarşı da döyüşmüşdü. Və onu da qeyd etdiyimiz kimi Azərbaycanın şimal torpaqları Əhəmənilərə tabe olsa da, Əhəmənilərin buradakı hakimiyyəti nominal, yəni şərti xarakter daşıyırdı. Çünki əhalidən sadəcə vergi alırdı və onların daxili işlərinə qarışmırdı. Və bu da nəticədə eramızdan əvvəl 4-cü əsrin sonunda Azərbaycanın şimal torpaqlarında da yeni dövlətin meydana gəlməsinə gətirib çıxartdı. Bu dövlət isə Albaniya olacaq, onun haqqında da geniş danışacağıq. Sağ olun.